Ben bu tutak ağacının altında çəkiliş edirəm ki, bu Azadə müəllimə qoy yaxşı tanış olsun. Göyçay rayon Hacı Çət məktəbinin məktəb direktoruna. Çünki o bu tutak ağacının altında ağlayırdı ki, mayın 5 idi, 6 idi. Yəni bir 20-25 gün bundan qabaq. Ağlayır ki, məni işdən çıxardacaqlar. Uşağın dərslərini düz bölməmişəm. Rauf Məmmədov məni Göyçay təhsil sektoruna çağırıb. Məni işdən çıxardacaqlar. Tez-tez də deyirdi ki, məni cərimə ediblər. Niyə cərimə ediblər bilmirəm. Mən sizə hörmət edirəm, Rəhmana hörmət edirəm. Məni cərimə ediblər. Bu cərimə ediblər, yəqin ki, nəsə bir çepi olub ki, cərimə ediblər. Bir. İkinci, bu uşağın dərslərin yəqin ki, vakana atmışdın. Oradan dərsləri satırsan da, bunu yəni bu bəzi məktəb direktorların fəaliyyəti bundan ibarətdir. Ticarət mərkəzi kimi dərsləri satırlar. Birbaşa da o SSR devrindəki kimi dərslər qanuni səviyyədə bölünmür. Dərsləri satırlar. Kimin pulu var ona dərs verirlər, yoxsa dərsini azaldırlar. Neyse sözüm onda yox. O uşağın dərsləri ilə bağlı olaraq, əlaqəli olaraq, yəni gəldim bura ağladın ki, bəs bax bu tutaq ağacının altında, tutaq ağacı şahiddir. 20-25 gün bundan qabaq. Mənim yoldaşıma xahiş edirdim ki, dünən etibara bu ərizəni belə yazsın, bu köndələn yazını tih yazsın, yoxsa məni işdən çıxardılar. Mənimsə qəlbən mərhəmət elədim, yazığım gəldi, sən deyən kimi elədim. Təəssüflər olsun ki, sən yenə o haqsızlığından əl çəkmədin. İndi müəllimələrə tapşırmısan ki, əsas fənlərdən bu uşağın qiymətini aşağı səviyyədə verin ki. Çünki məktəbdə əlası yoxdur, 9-cu sinif uşaqlarından əlası yoxdur. Bu ev təhsili, sağlamlığı məhdud olduğu üçün ev təhsilinə cəlb olunub. Bu uşağın qiymətləri hamısı 5'dir. Bu fərdi təhsildə 5 əlası olarsa, bir də töhmət gələcək ki, məktəbdə dərs öyrətmirlər, ancaq ev təhsilində uşaq əlasıdır. İnsan gör, yəni budur da bu qiymət, mən onu bilirəm. Tez-tez sən mənə söz atırsan ki, mənə cərimə edir. Yəni bu qiymətin biri 25-30 manatdır, 5'in biri. Onu da sən mənə görməyəsən, bax dirşəyini görəsən, sən yəni o məndən heç nə hörmət görməyəsən. Ancaq Allah canıma dəyməsin, sənin bütün o nə qədər ki çepin varsa, bu ildə olmasa, gələnin, söz yox, mən olmuşam Yevlax təhsil şöbəsində, çünki Göyçay tabidir. Bilmirəm o ticarət mərkəzidir, Aran regional təhsil şöbəsi deyim, elə hər şey oradan başlayır. Yəni sənin Rauf Məmmədovla intriqan olmuşdu deyənə uşağı başladın bu uşaqlardan qisas almağa. Belə götürəndə, yoxlama gələndə məktəbə çağırıb yığırsız uşaqları. Yoxlama olmayanda məktəbdə adam olmur. Mən Əmrullayevdən Təhsil Nazirindən xahiş edərdim ki, bir gün Göyçay rayon Hacı Çət məktəbində xəlvəti olaraq gəlib yoxlama olsun. Görək məktəbdə neçə nəfər uşaq var. Ən çox olsa 20 nəfər. Hamısı elə ki, eşidirlər ki, komissiya gəlir, o sözdən gedib uşaqları bir-bir gətirdirirlər. Komissiya yoxsa hərə öz keyfindədir.